İndi Quranı ki qoyucuğa başımız üstündə bəziləri başlayacaq. O düşünmək lazım. Gözü düşünür bütün günü Quranı. Düşəcək də aləm deyəcək yenə bir-birinə. Qardaş, o başına Quranı qoyanlar bilir də onu düşünmək lazımdır. Məşəl başı Quranı qoymaqla düşünmək arasında ziddiyyət var. Başına Quranı qoyunca düşünmək olmur, dayandı düşünmə. Bütün günü Quran düşünürsən. İndi 15 dəqiqə başına Quran qoyanda ehtiram əlaməti olaraq aləm deyir bir-birinə. Və qəlbəsi odur ki, bunu deyərkən, həmin ilahiyyatçı insanlara bunu danışarkən, efirlərə bunu çıxararkən heç bir dəlillə istinad etmir. Yəni, bəli, əgər biz etiqad ediriksə ki, Quranı başa qoymaq bir, necə deyim, Quranı başa qoymaq bir üstünlükdür və ya onun bizə bir faydası var və ya dinən bu bir savab, çox gözəl bir əməldir. Buna etiqad ediriksə, o zaman biz nə etməliyik? Quranı başa qoymaqla bağlı, bunun gözəlliyi ilə, bunun yaxşı olması ilə bağlı Quran və sünnətdən bir dəlil ortaya qoymalıyıq. Çünki insanları bir ibadətə yönləndirərkən və insanlara bir əməli ibadət olaraq təqdim edərkən, baxın, bunu edin deyərkən, bunu etmək gözəldir deyərkən, xüsusi bir dəlil vermək lazımdır. Çünki şəriətdə nəyin ibadət olub olmaması, dinimizdə nəyin ibadət olub olmaması biz yox, Allah Azza və Cəllə və Rasulullah sallallahu aleyhi və səlləm təyin edir. İndi isə biz gələk, baxaq, araşdıraq, Quran-ı Kərimdə, Allah Azza və Cəllənin kitabında və Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsində belə bir əməl mövcuddurmu? Quran-ı Kərimin başa qoyulması, boyundan asılması, cibdə daşınması və Quran ayətlərinin harasa yazılması və s. bunlar insana hər hansısa bir xüsusi fayda verir, yoxsa yox. Baxın, gözəl qardaşlarım, Bəqərə surəsi 2-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Əlif Ləm Mim, Zəlikəl kitabu la raybə fihi hudən lil muttəqin. Bu kitabda heç bir şək və şübhə yoxdur və o müttəqilər üçün bir yol göstəricidir, hidayət rəhbərdir. Baxın, Allah Azza və Cəllə kitabdan bəhs edərkən, Quran-ı Kərimdən bəhs edərkən həmin kitaba bir vəsf verir. Yəni, kitabın gəlişinin məqsədini bizlərə bildirir ki, bu kitab hidayət rəhbəridir, yol göstəricidir kimlərə? Ona həqiqi mənada iman gətirən, onunla əməl edən müttəqilərə. Yəni, Allah Azza və Cəllə Əl-İmran surəsi 138-ci ayədə buyurur ki, Həzə bəyanun linnəsi. Bu kitab insanlar üçün bir bəyan və hudən və məv'izətun lil-muttəqin və müttəqilər üçün isə yol göstərici, hidayət rəhbəri və öyüd nəsihətdir. Yəni, bu ayətdə də baxırıq ki, Allah Azza və Cəllə bu ayət-i kərimədə də Quran-ı Kərimə xüsusi bir vəsf verir. Yəni, bu kitabın endirilməsi insanlara faydadır, bu cür bir faydadır. Bəyandır, hidayət rəhbəridir, öyüd nəsihət vericidir. Həmçinin Qəmər surəsi 22-ci ayədə Allah Azza və Cəllə buyurur ki, وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرِ And olsun ki, biz Quranı ibrət alasınız deyə, ibrət almaq üçün asanlaşdırdıq. Amma heç ibrət alan varmı? Yəni, baxın, bu ayətdə də Quran-ı Kərimin nüzul səbəbi nədir? İnsanlar onu oxusunlar, içərisindəki əhkamları oxusunlar, qissələri oxusunlar, peyğəmbərlərin dəvətini oxusunlar və ondan ibrət alsınlar. Yəni, Quran-ı Kərimin eniş məqsədi mütləq olaraq onun oxunub, ondan bir ibrət alınması, oxunub, onun əməl edilməsi üzərinədir. Əgər Quran-ı Kərim oxunmursa, onunla bir əməl etmək yoxdursa və ya Quran-ı Kərimin ayətlərinin təfəkkürü yoxdursa, onun sadəcə belə kitab şəklində götürüb başa qoyub saatlarla gözləməyin heç bir faydası yoxdur. Qoydun başa, gözlə saatlarla, günlərlə, aylarla tərpənmə yerindən. Bunun sənə nə faydası var ki? Bunun içini açıb oxumadınsa əgər, bu ayətləri təfəkkür etmədinsə əgər, bu ayətlərin mənalarını öyrənmədinsə, Allah Azza və Cəllə səndən bu ayətlərdə nəyi istəyir, nə üçün haramlar qoyub, nə üçün halallar qoyub, peyğəmbərlər qissələri nə üçündür, bunu təfəkkür edib yaşamadıqdan sonra kitabı belə qoymağın nə mənası var? O zaman bu kitab öz məqsədindən çıxmış olur. Allah Azza və Cəllə onu göndərmiş olduğu o məqsəd ki var, onun hidayət rəhbəri olması, bəyan olması, ibrət olması bu məqsədlərdən çıxmış olur. Ona görə gözəl qardaşlarım, sizə bu cür qəribə şeyləri ibadət kimi təqdim edən insanlara soruşun, hardadır bunun dəlili? Necə Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Mən amilə amələn leysə aleyhi əmrunlar fəxuraddür. Kim bizim əmr etmədiyimiz bir işi deyərsə o rədd olunmuşdur və ya edərsə o rədd olunmuşdur. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem bunu bildirməyibsə, əmr etməyibsə və ya Quran-ı Kərimdə bu yoxdursa, bu əməl mütləq rədd olunmalıdır.